Salam, axşamınız xeyir olsun. Deməli, Axşamınız xeyir. Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondları Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondlarının kitabxanalar arasında əlaqələndirilmiş kompleksləşmə və ya depozit mühafizə və mübadilə prinsipləri əsasında təşkil olunur. Bunlar da isə Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu dövlət mülkiyyəti hesab olunur. Dövlət Kitabxana Fondlarının uçotu dedikdə nə başa düşülür? Dövlət Kitabxana uçotu dedikdə kitabxana fondlarının uçot fondunun qorunub saxlanması, ondan istifadə edilməsi, fonda daxil olan və ya çıxarılan çap əsərlərinin fondun ümumi miqdarını və məzmununu öyrənir. Fondun üçün aşağıdakı prinsiplərdən də ibarətdir ki, belə deyək ki, ədəbiyyatın qəbulu olan onlara ştamp vurmaq, yoxlanılmış ştamp vurmaq, ədəbiyyatı qeydə alır, həmçinin fonddan onu belə deyək çıxarır, fond hərəkət nəticələrini aşkar edir. Sonra kitabxana fondlarının uçotunun üzrə bütün əməliyyatlar kitabxananın komplektləşdirmə şöbəsi tərəfindən həyata keçirilir. Fondun mühafizə müəssisələrə sosial və bioloji amillərə, fiziki və kimyəvi bioloji amillərə də təsir edir. Kitabxana fondlarının mühafizəsini təmin etmək dedikdə inzibati rəhbər və kitabxana işçilərinin oxucuları müqəddəs vəzifədə olmalıdırlar. Belə. Bəs yaxşı, ümumiyyətlə bu fonda daxil olan ədəbiyyatın qəbulu, yəni hansı qaydalarla həyata keçirilir? Yəni kitabxana fonduna ədəbiyyat qəbul olunursa, yəni necə bu prosedur qaydalar həyata keçirilir? Yəni daxil olan kitab belə deyək də sənədi, fakturası olur, orada surəti olur, fakturanın akt olur, o kitabxanaya, yəni kitabxana şöbəsinə göndərilir. Sənəddə də göstərilən vəzifələr müəllifin soyadıdır, sərlövhələridir, belə deyək, ədəbiyyatda sənədlərin düz gəlib gəlməyəndə nöqsanları və nüsxələrdə olan ədəbiyyatların məsul şəxsin kitabxananın ictimai təşkilatı ilə nümayəndələr tərəfindən nümayəndələr iştirakı ilə akt tərtib olunur onlara. Yaxşı. Bəs bir sual verim. Deməli, aktın birinci nüsxəsi orada nələr qeyd olunur? Aktın birinci nüsxəsində kitabxanalarda saxlanılan, kitabxanaya daxil olan çap məhsullarının qəbulundan istifadə olunur. Birinci nüsxədə o kitabxanaya daxil olan çap məhsullarının qəbulu. İkinci nüsxəsində isə göstərilən ədəbiyyatları təşkilata verilir və onlarda çatışmayan, səhv verilən və yaxud nöqsanlı nüsxələrin dəyişdirilməsi tələb olunur. Bəs ştamp neçə millimetr ölçüsündə vurulur ona? 10, bir də 40. 10 vurulsun 40 millimetr həcmində. Dörtkünc formada olur. Bəli, dörtkünc formada bura vurulur, düzdür. Yaxşı. Tapmalarım ola bilər, çünki biz neçə vaxtdır bugün bizdə təhsil müəssisəsində regionalda yarış gedirdi, ona hazırlaşırdıq, biraz zəif ola bilərəm. Aha, eybi yoxdur. Ona hazırlaşıram, yəni. Yarışmaydı. Lap yaxşı. Yaxşı, oldu, çox sağ olun. Sonra biz öyrənirik ki, kitabxana fondunun uçotu kitabı. Ümumiyyətlə, kitabxana fondunun uçotu kitabı haqqında kim məlumat verə bilər? Buyurun Vəfa xanım. Axşamınız xeyir olsun. Deməli, kitabxana kitabının uçotu kitabında bu kitab 3 hissədən ibarət olur. Kitabxana fondunun. Kitabxana fondunun uçot kitabı 3 hissədən ibarət olur. Deməli, burada birinci, ikinci və üçüncü hissə olur. Birinci hissədə fonda daxil olan ədəbiyyatlar yazılır. İkinci hissədə isə fonddan çıxarılan ədəbiyyatlar yazılır ki, artıq bu yararsızdır, çıxarılır. Üçüncü hissədə fondun uçotunun yekunu qeyd edilir. Ki, fondda nə qədər kitab olub, nə qədər çıxarılıbdır, bu tam yekun. Sonra fonda qoşma sənədli daxil olan və çıxarılan ədəbiyyatlar uçot kitabının bu birinci, ikinci hissədə yazılır. Yaxşı. Yaxşı, bəs deyin görüm, deməli, deyin görüm, bəs fondun uçotu hansı proseslərdən ibarətdir? Fondun uçotuna nələr daxildir?
Sualı tam başa düşmürəm. Deməli, fondun Fondun uçotu uçotu alınarkən hansı məsəl üçün proseslərdən ibarətdir? Və bayaqları Leyla xanım onu vurğuladı ki, bəli. fondun uçotu bəs Deməli, filan deyək mərhələlərdən ibarətdir. Hansı bəli. mərhələlərdən ibarətdir? Kitabxanaya nüsxələr, kitab nüsxələri daxil olur. Bu olarkən bununla maraqlanır. Kitabxananın kitab işləmə şöbəsi olur. Oradan sonra bunun inventar nömrələri nömrələnir və onlara ştamp vurulur. Onun 40-a 10 vurulmuş 40 millimetr dörtkünc formasında. Yox. Deməli bu birinci və Yox, yox, 17-ci yox. səhifəyə. Yox, o başqadır. Ümumiyyətlə, kitabxana fondunun uçotu biz deyirik ki, ədəbiyyatın qəbuludur, ona ştamp vurmaqdır, ədəbiyyatın qeydə alınmasıdır. Həmçinin ədəbiyyatın fonddan çıxarılması var, fondun hərəkətinin nəticələrini aşkar etmək var, onun yoxlanması var və fondun uçotu məhz bu dediyimiz proses. Yaxşı, Vəfa xanım, siz onda bizə məlumat verin, görün kitab və kitabçaların uçotu. Ümumiyyətlə, fonda daxil olan kitab və kitabçaların uçotu hansı qaydalarla uçot prosesi aparılır? Deməli, kitab və kitabçaların uçotu nəşrlər üzrə uçot kataloqunda qeyd olunur. Bu kataloqun ölçüsü 75 vurulmuş 125 millimetr həcmində bir vərəq olur, qeydiyyat vərəqi olur. Həmin kartoçkada nə yazılır? Nəşrə neçə nüsxə alındığını, məsəl üçün bu nüsxədən neçə dənədirsə, həmin karta o yazılır və kartda onun elə bil ki 5 kitabdırsa, kitabın adı yazılır, 5-nin də inventar nömrəsi yazılır. Sonra kartoçkanın üst hissəsində kitabların biblioqrafik təsviri olur. Sonra qoşma sənəddə göstərilən qiyməti, kitabın verilmiş inventar nömrəsi yazılır. Yəni bir nüsxə üçün bir kitabdan 5 nüsxə varsa, o 5 nüsxəyə bir kartoçka yazılır və hamısının o inventar nömrəsi yazılır. Sonra fonda daxil olan hər bir nüsxə üçün növbəti inventar nömrəsi verilir. Yəni bir kitabdan neçə dənədirsə, hərəsinə ayrı-ayrı inventar nömrəsi verilir. Sonra bunlar çox cildli əsərlərin bir cildinin bütün nüsxələrinə bir inventar nömrəsi verilir. Məsəl üçün bir cilddən 5 dənədirsə, ona sadəcə bir inventar nömrəsi verilir. Sonra nəşrə verilən müəyyən bir inventar nömrəsi kitabların fondda saxlandığı bütün müddət ərzində ona aid olur. Amma burada mənim bir sualım da var. Bax, burada biz öyrəndik ki, deməli çox cildli əsərlərdə bir cildin bütün nüsxələrinə bir inventar nömrəsi verilir. Ancaq bu bizdəki mərkəzdən kitab işləmədən fondlara köçürülür də, sonra işlənir, hazırlanır, sonra bölünür fondlara. Amma bizdə hər bir cildə aid birinci cilddən 5 dənədirsə, hərəsinə ayrı inventar nömrəsi veriblər. Ümumiyyətlə, belə deyim, müəyyən daxili şeylər ola bilər də, yəni orada necə deyim, yəni qaydalar ola bilər. Yəni ona görə yəni o elə də ciddi bir məsələ deyil. Sadəcə indi qaydalarda belə gedirsə, yəni belə öyrənirik. Yəni o müəyyən o bəzi prosedurlar ola bilər ki, orada yəni sizdə indi bu formadadır, digər kitabxanada başqa bir formada ola bilər. Amma yəni qaydada belə göstərilir ki, yəni çox cildli əsərlərin bir cildinin bütün nüsxələrinə bir inventar nömrəsi verilir. Aydındır. Sonra nəşrə verilən müəyyən bir inventar nömrəsi fondda saxlanan bütün müddət ərzində həmin nüsxəyə aid olur. Sonra kitabların müəyyən şöbə və filiallara aid olduğunu göstərmək üçün şöbənin şərti işarəsi kitabın yarlığında, yəni oxucu formulyarında kitabın... Bir sənə gözləyirəm. Fonda daxil olan jurnalların uçotu. Bunlar hansı qaydada
belə deyək də uçot aparılır. Yəni daxil olan fonda daxil olan jurnalların uçotu. Yəni hansı formada aparılır? Buyurun Leyla xanım. Kitabxananın kompleksləşdirməli və kitab işləmə şöbəsinin abunəçiliyi ilə məlumatların əsasını, yəni dövrü mətbuat mərkəzinin ümumi kartotekasından təşkil olunur. Belə deyək, jurnalların qeyd kartoska kitabları və kitabçaları ayrı nüsxədə əlifba kartotekasında düzülür. Jurnalın mərkəzi kitabxana və ya filiallara daxil olan bütün nömrələri dərhal jurnalların üzərində belə deyək, qeyd olunur və kartoskada müəyyən qrafalar qeydə alınır, stempel vurulur. Jurnalların kartoskasında müəyyən eləyən jurnallarda qeyd olunan kartoskalarda jurnalın bütün nömrələri fonddan çıxarılan və ya mərkəzi kitabxanada və ya filiallarında saxlanılır. Yaxşı. Bəs deyin görün, çıxarılan çap məhsullarının uçotu, ümumiyyətlə fondan çıxarılan çap məhsullarının uçotu, bunlar hansı qaydada həyata keçirilir? Ben değil mi Şeyma? Buyurun deyin. Şanınız xeyir olsun. Akşamda söyleyin. Fondan ədəbiyyat müvafiq akt əsasında çıxarılır. Hər bir akta yalnız bir səbəb ola bilər, ya köhnəlik kitab, ya da ki oxucular tərəfindən qaytarılmayıb, ya yaxud da cırılıb. Cırılaraq ədəbiyyat daxil olur. Ədəbiyyat çıxarılarkən akt 2 nüsxədən tərtib olunur. Çıxarılan ədəbiyyat üçün qəbul olunmuş formada akt tərtib olunur. Hər bir nüsxənin qiyməti göstərilir aktın üzərində. Çıxarılan ədəbiyyatın qiyməti aktda göstərilən ədəbiyyatın məbləğ miqdarında olmalıdır. Cırıldığına görə ya oxucular tərəfindən itirilmiş çap məhsulların çıxarılması üçün tərtib olunan aktlar kitabxananın direktor təsdiq edir. Aktın hər bir nüsxədə təsdiq olunduğu haqda qeyd kitabxananın möhürü olmalıdır. Yaxud müvafiq yaşayış məntəqəsindən köçüb getmiş oxucular tərəfindən isə qaytarılmayan kitablar isə həmin yaşayış ərazidə onlar qalıblarmı, ünvan bürosunda bu şəxslər həqiqətən bu rayonlarda getdiyini təsdiq edən sənəd əlavə olunur. Yaxşı. Mən sizə belə deyim də, Gülzar xanım, ümumiyyətlə, deməli, bu cırıldığına görə, məzmunca köhnəldiyinə görə, ümumiyyətlə, oxucular tərəfindən itirilmiş çap məhsulların çıxarılması üçün akt tərtib olunan zaman onu kim təsdiq eləyir? Direktor. Direktor da. Bəs yaxşı, oxucular tərəfindən itirilmiş ədəbiyyatın əvəzinə alınan çap məhsulları hansı dəftərdə qeyd olunur? Ədəbiyyat yalan deyirəm Şeyma. Yaxşı, Leyla xanım desin. Buyurun Leyla xanım. Uçot dəftərində. Düzdür. Yəni oxucular tərəfindən itirilmiş ədəbiyyatın əvəzinə alınan ədəbiyyatın uçotu dəftərində qeyd olunur. Yaxşı. Sonra ümumiyyətlə, sonra biz gəlirik ki, öyrəndik kitabxanalarda ümumiyyətlə istifadə qaydaları. Ümumiyyətlə, bunu da bilirik ki, yəni hər bir kəsin belə deyək ki, Azərbaycan Respublikasında kitabxanalardan istifadə etmək hüququ vardır, aydındır. Və yaxşı, deyin görün, deməli, bunlar necə tənzimlənir? Yəni kitabxanalardan istifadə qaydaları haqqında kim məlumat verə bilər? Bu cavab verməyənlər də bir aktiv olun, bir məlumat verin siz də. Yaxşı, buyurun Leyla xanım, danışın. Azərbaycan Respublikasında hər kəsin kitabxanadan istifadə etmə hüququ vardır. Yəni ki, kitabxanalardan istifadə qaydaları onlara göstərilən kitabxanalarda müvafiq normanın hüquq və aktlarında müəyyən olunur. Yəni
Belə deyək, oxucuların kitabxanaya yazılması pasport və yaşayış vəsiqəsi, yaşayış yerini təsdiq edən sənəd təqdim etməlidirlər. Oxucular kitabxanalardan istifadə etmək hüquqlarını məhdudlaşdırmaq, oxucuların kitabxanada yəni belə deyək də istifadə etmək hüquqlarını məhdudlaşdırmaq qadağandır da, yəni. Oxucu yaşayış və iş yerinin soyadını dəyişdirdikdə bu barədə kitabxanaya məlumat verməyə özünə borc bilməlidir. Yəni oxucular kitabxana sistemindən kitabxana fondu qayğı ilə yanaşmalı, səhv məhsullarının itirilməsi və yararsız hala salınmasını yol verməməlidirlər. Oxucular kitabxana aşağıdakı şeylərə riayət etmə deyəndə nə başa düşürük? Onlara oxuculara lazım olan ədəbiyyatın seçilməsində şifahi məsləhət yolu ilə köməklik göstərmək, onların kataloqlarda tövsiyə siyahılarından, biblioqrafik materiallardan istifadə etmək hüququ imkanları yaratmaq, fonda daxil olan ədəbiyyat haqqında oxuculara müntəzəm olaraq məlumat vermək, yəni yeni kitablar sərgisinə daxil olan ədəbiyyatların bülletəni, yəni belə deyək, kənd yerlərində yalnız müvafiq yaşayan şəxslərə sənəd təqdim etməlidirlər. 15 yaşına çatmamış oxucuları, valideynləri və yaxud tədris müəssisəsində yazılı şəkildə xahiş ilə kitabxanaya üzv olmalıdırlar. 1-ci və 8-ci sinif şagirdləri dedikdə isə uşaq kitabxanasında, böyüklər üçün kitabxananın uşaq şöbəsindən istifadə olunmalıdır. 15 yaşına çatmamış şəxslər isə böyüklər üçün kitabxanalarda istifadə etmək hüququna malikdirlər. Yaxşı. Sonra gəlirik kitabxana fondlarının mühafizəsi. Ümumiyyətlə, kitabxana fondlarının mühafizəsi. Yəni bunlar necə həyata keçirilməlidir? Ümumiyyətlə, bu mühafizə məsələlərində nəyə riayət olunmalıdır? Bu haqda Vəfa xanım, bəlkə siz danışarsınız. Buyurun Vəfa xanım, danışın. Deməli, kitabxana fondlarının mühafizəsi bir çox qaydalarda həyata keçirilir. Bunlardır ki, deməli, fond orqanlarında hava rejiminə düzgün əməl edilməlidir. Sonra oxucuya verilən və qaytarılan ədəbiyyatın kitabxanaya daxil olmasının uçotuna vaxtında nəzarət etmək lazımdır. Sonra elektrik, istilik, hava və digər qurğulara yanğın təhlükəsinə nəzarət etmək lazımdır ki, kitab yanmasın. Sonra ədəbiyyatın müxtəlif zərərvericilərdən mühafizə olunmalıdır. Sonra universal elmi kitabxanalarda fondun etibar mühafizəsini təşkil etmək məqsədi ilə əlyazmaları, yəni nadir kitabları, xüsusi qiymətli nəşrləri nadir kitabxana fondu, ehtiyat ədəbiyyat üçün mübadilə fondu, az istifadə olan ədəbiyyat üçün isə depozit fondlar yaradılır ki, bunlar xüsusi qorunur. Sonra kitabxanalarda olan nadir nəşrlər ki var, bunlar xüsusi bir rejimdə mühafizə olunur və qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Milli Mədəni Sərvətlər Reyestrine daxil edilə bilər ki, daha yaxşı qorunsun. Həmçinin ədəbiyyatın mühafizəsi lazımi qaydada mühafizə olunmadıqda, təmin olunmadıqda müvafiq icra hakimiyyəti orqanları tərəfindən kitabxanaya verilə bilər. Yaxşı. Gəlirik növbəti bir mövzumuza. Orada Mən üzr istəyirəm, çox üzr istəyirəm. Bir sual vermək istəyirəm. Buyurun, verin. Bəs bu kitabxanalarda indi bu qorunmalar ki olmalıdır. Biz özümüz bacardığımız qədər edirik, amma hamısı kitabxanaçının və yaxud da filial müdürünün öhdəliyində deyil də. Bunu kim təmin etməlidir? Bunu təbii ki, kitabxana hansı quruma tabe edirsə, onlar təmin edirlər də. Günəş işığından qorunmaq var, nə bilim, nəmişlikdən qorunmaq var. Yəni bunu deyək ki, kitabxana tabedir, deyək ki, Mədəniyyət Nazirliyi gəlib sizi orada kitablarınızı günəşdən qoruyası deyil ki. Yəni artıq onu kitabxana işçiləri özləri artıq o qaydaları orada bilməlidirlər də. Yəni kitabxananı günəşdən qorusun, nəm kitabları və yaxud nə bilim nəmişlikdən qorusun. İndi nəmişliyi də siz necə aradan qaldıra bilərsiniz? Yəni elə bir rayondur, elə bir kənd yeridir, nə bilim dağ yeridir, o otaq nəmişlikdirsə, yaxud nə bilim orada necə bir təmir oluna bilər və yaxud nə bilim nəsə bir qaydalar tətbiq oluna bilər ki, orada o nəmişlik aradan qaldırılsın. Yəni gəlib indi deyək ki, nazirliyi hamısını ataq elə nazirliyin üstünə,
deyək ki, Mədəniyyət Nazirliyinə tabe. Da gəlib indi ola zərərvericilər də Nazirliyin əməkdaşları öldürəsi deyir ki orada. İndi öz kitabxananın öz nə bilim deyək ki, daxili imkanlar hesabına, yəni müəyyən bir qaydalar. Elə siz də oturun orada sakit-sakit, onlar da otursun orada. Bir özün nə bilim zərərvericilər kitabları yedirlər, qutardılar məsəl üçün. Və Yox, yaxud təbii ki, də sakit oturmuruq, amma qanun nədir? Qanunu mən bilmək istəyərdim. Qanun budur ki, yəni belə deyim, yəni onunla bağlı bir təlimat yoxdur. Yenə də kitabxana əməkdaşları, yəni əməkdaşların öz gücləri hesabına və yaxud elə burada Nazirliyin də öz ola bilər ki, sizə nəsə bir maddi yardım göstərsin, nəsə bir dəstək göstərsin, o dəstək hesabına ki, yəni bunlar qorunsunlar. Yəni onunla bağlı konkret bir təlimat yoxdur ki, bu təlimatda verilib ki, bunlar onları qorumalıdır. Məsəl üçün, belə deyək də. Sonra gəlirik növbəti bir deməli dərsimizə. Növbəti bir dərsimiz isə deməli kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələrlə təchizatı qaydası idi. Yəni ümumiyyətlə bu qaydada öyrənirik ki, deməli kitabxana işi haqqında Azərbaycan Respublikasının deyək ki, qanuna əsasən, orada əsasən 15-ci maddə var idi ki, 15-ci maddənin müəyyən hissəsinə əsasən hazırlanmışdı. Ümumiyyətlə, kitabxanaları, yəni bu qayda Nazirlər Kabinetinin, yəni 2019-cu il 25 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş. Yaxşı, deyin görün, bəs kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələrlə təchizatı, ümumi müddəalar nə deyir? Buyurun Leyla xanım. Pulsuz məcburi nüsxələrlə təchizatı dedikdə nə başa düşülür? Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və ya digər hüquqi şəxslərin qəzet və jurnalların redaksiyaları daxil olmaqla buraxdığı çap məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun kitabxanasına pulsuz məcburi nüsxəsi və ya Azərbaycan Respublikasının Milli Məclisinin... Yox, mən onu demədim. Yox, bir dəqiqə. Siz sualı səhv anladınız. Mən ümumi müddəalardan danışdım. Yəni, ümumi müddəaları, bu hansı qanuna əsasən hazırlanıb, ümumiyyətlə bu qaydanın tələbləri kimlərə şamil olunur, bunlar haqqında mən istəyirəm məlumat verəsiniz. Belə deyək də, mərkəzləşmiş kitabxana sistemini, siz onu demək istəyirdiniz. O dərsin. Mərkəzləşmiş kitabxana sistemi... Yox, siz qarışdırdınız. Bir kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələrlə təchizatı qaydası. Yəni, ümumi müddəalarda deyir ki, kitabxana işi haqqında qanuna əsasən hazırlanıb. Ümumiyyətlə, bu qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan nəşriyyatlara, qəzet və jurnallara şamil olunur. Sonra kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxə təchizatına nəzarəti Mədəniyyət Nazirliyi həyata keçirir. Yaxşı, mənə deyin görüm, hansı çap məhsulları məcburi nüsxələr hesab edilə bilər, hesab edilir daha doğrusu? Hansı çap məhsulları idi onlar? Biz çap məhsulları məcburi verilən, keçən dəfəki dərsdə o Leyla xanımın da dediyi kimi məcburi hər nüsxədən 3 nüsxə kitabxanaya verməlidir. Bir dəqiqə, yox, mən onu sual vermirəm axı. Mən deyirəm, məcburi nüsxələrə nələr aiddir? Mən sualı belə qoyuram, amma siz öz bildiyiniz kimi cavab verirsiniz. Məcburi nüsxələrə kitabdır, almanaqdır, kitabçalardır, qəzet və jurnallardır, sonra not yazılarıdır, nə bilim, dərsliklərdir, dərs vəsaitləridir, bunlar daxildir. Sonra məcburi nüsxələrin sayı və təqdim olunacaq kitabxanalara. İndi buyurun, bayaqdan demək istədiyiniz cavabı verə bilərsiniz. Ümumiyyətlə, məcburi nüsxələrin sayı və təqdim olunacağı kitabxanalar hansı kitabxanalardır? Buyurun Leyla xanım, Nəfə xanım,
Gülzar xanım. Buyurun Vəfa xanım, danışın. Deməli, kitabxanalar məcburi nüsxələrin təchizatı Milli Kitabxana, sonra qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları, Respublika əhəmiyyətli elmi sahəvi kitabxanalar, sonra Bakı Dövlət Universitetinin kitabxanası, bunlar deməli müvafiq icra hakimiyyəti orqanlarının müəyyənləşdirilmiş qaydada ölkədə çap məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdirlər. Amma mənim burada yenə də keçmiş dərs olsa da aydın qalmayan bir şey var idi ki, burada məcburi deyəndə kitabxana məcburdur alsın, yoxsa müvafiq icra hakimiyyəti orqanının qaydasına uyğun bu nüsxəni ona verməlidirlər. Deyək ki, nəşr olunan poliqrafiya müəssisəsidir ki, onlar məcburi şəkildə çap etdiyi kitabları məcburi şəkildə deyək ki, məsəl üçün hər hansı bir kitabxanaya verməlidirlər. Deyək ki, məsəl üçün də deyək ki, Azərbaycan tarixinə aid kitab çap olunursa, o kitabdan deyək ki, 3 nüsxə məsəl üçün deyək ki, Milli Məclisin kitabxanasına mütləq həmin nəşriyyat verməlidir, məcburi. Satmır ha, belə verməlidir. Aydındır. Aydın, başa düşdüm. Milli Kitabxanaya pulsuz 4 nüsxə verməlidir. Və icra hakimiyyəti orqanlarının tabeliyində olan kitabxanalara, Respublika əhəmiyyətli kitabxanalara, Milli Elmlər Akademiyasının elmi kitabxanasına, Bakı Dövlət Universitetinin kitabxanasına 2 pulsuz nüsxə verməlidir məcburi olaraq. Sadəcə Milli Kitabxanaya 4 pulsuz, qalanlarına 2 pulsuz nüsxə verməlidir. Və Respublikada nəşr olunan bütün qəzet, jurnal, redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidir. Düzdür. Həm də bunlar 10 gün müddətində həyata keçirilir də bu prosedur qaydalar. Aydındır? Aydındır. Yəni, əgər kitab çap olunubsa 10 günə o çatdırılıb verilməlidir. Bəli, sağ olun, düzdür. Yaxşı, sonra biz öyrəndik Azərbaycan Respublikasının Milli Kitabxanasının və Azərbaycan Respublikası Elmi Sahibi Kitabxanasının nümunəvi əsasnaməsi haqqında. Ümumiyyətlə, mənə kim danışa bilər? Azərbaycan Respublikasının Milli Kitabxanası. Ümumiyyətlə, kitabxananın statusu, kitabxananın vəzifələri, bu haqda istərdim. Hüquqları nədən ibarətdir? Yəni ki, Milli Kitabxanadan söhbət gedir də. Bunlar haqqında kim məlumat verə bilər? Leyla xanım, buyurun. Ətraflı şəkildə bizə izah edin, məlumat verin. Buyurun Leyla xanım. Milli Kitabxana dedikdə, Milli Kitabxana, kitabxanaşünaslıq, biblioqrafiya, kitabşünaslıq sahəsində elmi tədqiqat işlərinə üzrə aparıcı müəssisə və əlaqələndirici ölkənin bütün kitabxanaları üzrə metodik mərkəz, oxucuların kompleksləşmiş kitabxana, biblioqrafiya və informasiyalarına xidmət göstərmək, kitabxanalar arası abonement və milli və tövsiyə biblioqrafiyası beynəlxalq və ölkə daxili mərkəz funksiyalarını yerinə yetirir. Milli Kitabxana müvafiq icra hakimiyyətinin orqanının təsdiq edən əsasnaməyə uyğun fəaliyyət göstərir. Milli Kitabxana fondun əmlakı və milli sərvət hesab olunan xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur. Milli Kitabxanaya statusu malik olan kitabxana işçiləri əmək haqlarının müvafiq əlavələrlə müəyyən edilir. Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək qəti qadağandır. Milli Kitabxanaya əvəzsiz və müddətsiz istifadə üçün qanunvericilikdə müəyyən olunmuş torpaq sahəsi ilə verilə bilər. Respublika əhəmiyyətli elmi kütləvi sahəvi kitabxanalar dedikdə nə başa düşülür? Yox, elmi sahibini saxlayın. İndi mənə deyin görüm, Milli Kitabxananın vəzifələri nədən ibarətdir? O haqda mənə məlumat verin. Buyurun. Leyla xanım, sizə sual verdim. Milli Kitabxananın vəzifələrinə nələr daxildir? Milli Kitabxana Azərbaycan Respublikasının kitabxana işi sahəsində dövlət siyasətini və həyata keçirən milli nəşrlər, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəllifinin əsərləri, dünya və əhəmiyyətli nəşrlər, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcı toplayın mövzudan milli mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır. Sonra bizdən orada qeyd olunurdu ki, belə deyək də, yəni oxuculara xidmət göstərmək,
sonra oxuculara və abonentlərə məlumat biblioqrafiya xidməti göstərmək, sonra Respublika Kitabxana fondlarının depozitar mühafizəsini təşkil etmək, Respublikada mübadilə fondunun fəaliyyətini genişləndirmək, sonra kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, yəni bunlar üzrə işləri tətbiq etmək, kitabxanaların qabaqcıl və iş təcrübəsini öyrənmək və yaymaq. Yəni bütün bunlar hamısı məhz deyək ki, kitabxananın, yəni milli kitabxananın əsas vəzifəsidir. Bəli, yəni bayaq düzgün vurğuladınız ki, milli kitabxananın fondu və əmlakı milli sərvət hesab olunur və dövlət tərəfindən qorunur. Düzdür. Yaxşı, gəldik milli kitabxananın ümumiyyətlə və dövlət siyasəti, həmçinin milli kitabxananın hüquqlarına. Bu haqda kim məlumat verə bilər? Səfa xanım, bəlkə siz danışarsınız bu haqda. Milli kitabxana və dövlət siyasəti, milli kitabxananın hüquqları. Səfa xanım. Mən danışa bilməyəcəm. Çünki elə bil bu dərsi unutmuşam. Yaxşı, başqa. Leyla xanım, siz danışın, eybi yoxdur. Belə deyək də, kitabxanada mühafizə olan mədəni sərvətlərin və informasiya vasitələrindən istifadə üçün hamıya açıq olması, milli sərvətlərdə olan kitabxananın dövlət qayğısı və onların toxunulmaz olmasının üstünün maliyyələşdirilməsi, kitabxana işi sahəsində dövlətin belə kitabxana işinə dair dövlət proqramının hazırlanması, həyata keçirilməsi. Bunlar vəzifəyə oxşuyur axı. Yəni belə deyək də, kitabxana hüquqlarına daxildir ki, kitabxana istifadəyə yararsız hala düşən ədəbiyyatın müəyyən olunmuş qayda fonddan çıxarmaq hüququna malikdir. Sonra bundan başqa kitabxananın hüquqlarına daxildir, belə deyək də, bu yəni öz fondunda müəyyən komplektləşdirmə aparmaq, yəni bunlar hüquqlarına malikdir. Sonra həmçinin ümumiyyətlə orada qeyd olunurdu ki, kitabxana işi haqqında Azərbaycan Respublikasının qanununa əsasən olaraq kitabxana işçilərinin əmək haqqına əlavələr də müəyyən edilə bilər. Sonra həmçinin kitabxana dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən daha doğrusu buraxılan çap məhsullarını almaq hüququna malikdir. Bunların idarə etmə də belədir ki, yəni idarə etmə haqqında danışsaq ki, yəni təbii ki, Milli Kitabxana aydın məsələdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir və kitabxanaya nazirin əmri ilə təyin olunan direktor rəhbərlik eləyir. Və kitabxananın strukturu da ümumiyyətlə təsdiq olunur məhz Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən. Sonra növbəti bir mövzumuz orada Azərbaycan Respublikası elmi sahibi kitabxanasının nümunəvi əsasnaməsi. Ümumiyyətlə biz kitabxana işi haqqında qanunda öyrənmişdik ki, elmi sahibi kitabxanaya hansı kitabxanalar daxildir? Hər hansı bir elm sahələri ilə bağlı olan kitabxanalardır da. Deyək ki, burada səhiyyə ilə bağlı ola bilər, təhsil ilə bağlı ola bilər, nə bilim tibblə bağlı ola bilər, nə bilim bir neft sahəsi ilə bağlı ola bilər, nə bilim arxeologiya ilə aid ola bilər. Yəni müəyyən elm sahələrinə aid olan ayrı-ayrı kitabxanalar. Və Azərbaycan Respublikası Nazirlər Kabinetinin də 2000-ci il 6 mart tarixli müvafiq nömrəli qərarı ilə məhz Azərbaycan Respublikası elmi sahibi kitabxanasının nümunəvi deyək ki, əsasnaməsi təsdiq olunmuşdur. İndi danışın görək, ümumiyyətlə həmin bu elmi sahibi kitabxananın vəzifələridir, hüquqlarıdır, ümumiyyətlə işinin təşkilidir. Bunlar necə həyata keçirilir? Bu haqda istərdim məlumat verəsiniz. Biraz aktiv olun, biraz fəal olun. Çalışın ki, mövzulara cavab verəsiniz. Yoxsa elə yalandan qulaq asmaqla nələrsə öyrənmək yüksək formada olmaz. Buyurun, Leyla xanım, elə sizi dinləyək. Yəni Mətanat xanım, siz öyrənmişsiniz, siz danışın. Gülzar xanım, Sevinç xanım, Aygün xanım, burada iştirakçılarımız çoxdur. Günel xanım da var. Buyurun.
Leyla xanım, buyurun. Mən olar bir də sual səsləndirin, tam mənə sual çatsın sonra. Yəni mən dedim ki, elmi sahibi kitabxananın hüquqları, vəzifələri, elmi sahibi kitabxananın işinin təşkili. Ümumi yəni nə oxumusunuz o haqqda? Yəni öz bildiklərinizi şəkildə belə ətraflı məlumat verin bizə. Belə oxumuşam kitabxana qanunlarından, yadımda qalanları danışa bilərəm belə. Danışın. Ümumiyyətlə, yəni o keçən dərsimizdən yəni sualların demək olar 90%-ə qədər öyrənmişəm o mövzunu, yəni o haqqında məlumat verə bilərəm. Yəni bildiklərimi. Buyurun, Yadımda buyurun. Yəni Buyurun. belə deyək, kitabxana əslində kitabxana nə deməkdir? Kitabxananın ilk öncə orada tərifi var. Kitabxana elm, mədəniyyət, təhsil, tərbiyə müəssisəsi olub. Çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb özündə mühafizə edən, cəmiyyətin intellektual mənəvi potensialına xidmət göstərən sosial instituta deyilir. Kitabxana işi dedikdə nə başa düşülür? Kitabxana işi dedikdə elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyət sahəsi kimi kitabxana sisteminin təşkili, inkişafı, kitabxana fondunun formalaşması, hüquqi və fiziki şəxslər tərəfindən kitabxana informasiya və biblioqrafiya xidməti qaydalarına kitabxanaçı biblioqraf kadrlarının hazırlanması. Kitabxanaçı özü nə deməkdir? Kitabxanaçı kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı belə mütəxəssisə deyilir. Və orada keçmişdik sənəd. Sənəd deyəndə nə başa düşülür? Sənəd vardı ki, məsələn, danışa bilərəm mən. Buyurun, danışın da. Sənəd informasiya, mətn, səs yazma və ya təsvir formasında qeydə alınan müəyyən zamanda məkan daxilində informasiyanın verilməsi və qorunması deməkdir. Kitabxana fəaliyyəti dedikdə isə nə başa düşülür? Oxucular sərbəst surətdə informasiya hüququnu təmin etmək üçün onlara, yəni kitabların, dövrün nəşrlərinin, kitabxana fondunun təşkili, digər sənədlərin tələbatını ödəmək məqsədi ilə həyata keçirilir. Mərkəzləşdirilmiş kitabxana sistemi dedikdə eyni sistemə aid olan kitabxanalar vahid strukturda könüllü şəkildə birləşməsi, yəni kitabxana fondunu dedikdə isə kitabxana fondu nə deməkdir? İctimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap və ya çap əsərləri və ya digər məlumat daşıyıcıların məzmunu deməkdir. Orada var kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi dedikdə başa düşülür. Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi dedikdə Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından istifadə olunur və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlər arası müqavilələrdən ibarət olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr və bu qanun arasında ziddiyyət yaranması beynəlxalq müqavilələrdən təsdiq edilir. Kitabxana işi sahəsində dövlət siyasətinin prinsipləri və ya dövlətin vəzifələri dedikdə isə kitabxana işi sahəsində dövlət siyasətinin kitabxana işi sahəsində mühafizə olunan və ya mədəni sərvətlərinin də informasiya vasitələrindən istifadə hüququ hamı üçün açıq olmasıdır. Milli sərvətlərin kitabxanalarda dövlət qayğısı və onların fondlarının toxunulmazlığı, maliyyələşdirilməsi başa düşülür. Kitabxana işi sahəsində dövlətin vəzifələri dedikdə nələr başa düşülür? Kitabxana işinin inkişafına dair dövlət proqramları hazırlanır. Kitabxana fəaliyyətinin tənzimli qanunvericilik aktları qəbul olunur. Kitabxana işinin avtomatlaşdırılması və ya kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarının köçürülməsi elektron mübadilə sistemində internetdən də istifadə olunur. Milli və dünya mədəniyyət sərvətlərinin yiyələnməsi, yönləndirdə informasiya sistemlərinin yaradılması, dövlət kitabxana fondlarında mühafizənin təşkil edən inkişaf və milli və ya xarici ədəbiyyatların ardıcıl təsisat sisteminin yaradılması, xarici ölkələrdə kitabxanalarda saxlanılan milli sərvət hesab olunan nadir kitablar və əl yazmalar imkanı olmadıqda sürətləri Azərbaycan Respublikasının qaytarılmasını təmin edir. Yaxşı, çox sağ olun. Yəni, bəs yaxşı, belə deyək də, məsələ haqqında da məlumat verim ki, ümumiyyətlə, elmi sahibi məhz kitabxana haqqında biz danışarkən, yəni elmi sahibi deyək ki, kitabxananın
Yəni elmi sabit kitabxananın idarə etməsində də yəni orada da qeyd olunurdu ki, ümumiyyətlə bütün həmin o işlərə direktor rəhbərlik eləyir ki və həmçinin direktor və onun müavinləri də müvafiq icra hakimiyyəti orqanları tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Həmçinin bir məsələni də vurğulayım. Ümumiyyətlə, elmi sahibi kitabxananın işinin təşkilində burada nələr qeyd olunurdu ki, beynəlxalq kitab mübadiləsini həyata keçirmək, sonra Respublika fondu, belə deyək də, yəni kitab fondunu da ədəbiyyatla komplektləşdirmək, fondun tərkibinin təkmilləşdirilməsi, yəni əsas iş prinsipləri məhz kitabxananın deyək ki, bundan ibarətdir. Yaxşı. Bugün digər bir mövzu keçəcəyik. Bu da vacib mövzulardan hesab olunur. Testlər bəli vermişdim sizə. Testlər qalsın, inşallah testlərə biz 6-cı gün Allah qoysa, inşallah testlərə baxacağıq. Yəni testlər yadımdadır. Deməli, bugünkü dərsimiz nədir? Bugünkü dərsimiz, bugünkü mövzumuz olacaq kitabxanalarda kütləvi tədbirlərin ənənəvi və yeni formaları. Belə bir mövzu olacaq. Deməli, bu mövzu yəni kitab şəklindədir. PDF kitab, mən onu sizə ki, inşallah göndərəcəm və onu səhifə 30-a qədər öyrənəcəksiniz. Önünüzdə qeyd eləyin. Sonra kimsə qrupa yazmasın ki, mən bilmədim hara kimi verildi. Səhifə 30-a qədər öyrənəcəksiniz. Deməli, mən indi sizə izah eləyirəm. Ümumiyyətlə, kitabxanalarda həyata keçirilən kütləvi tədbirlərin formaları haqqında nə demək olar? Ümumiyyətlə, qeyd olunur ki, ümumiyyətlə, kitabxanalarda həyata keçirilən fərdi və kütləvi işlər iki əsas funksiya daşıyır. Birinci, məlumat funksiyasıdır. Yəni, bu oxuculara müəyyən biliklərin verilməsindən söhbət gedir burada. İkinci isə, deyək ki, tərbiyəvi funksiyadır. Yəni, tərbiyəvi funksiya, yəni belə deyək də, burada əsasən oxucularda yaradıcılıq vərdişlərinin aşılanması, sonra müəyyən onlara təşəbbüskarlıq fəaliyyətinin onlara çatdırılması, həmçinin təşkilatçılıq, yəni bu kimi məsələlər məhz bu iki funksiyalar, məlumat funksiyasında və tərbiyəvi funksiyada özünü göstərir. Ümumiyyətlə, deməli, kütləvi tədbirlər, yəni kitabxanalarda kütləvi tədbirlər, peki siz özləriniz də elə kitabxanalarda hamı iş çalışırsınız və müəyyən kütləvi tədbirlər keçirmişsiniz. Yəni, burada kütləvi tədbirlər şifahi formada da ola bilər, yazılı formada da ola bilər və əyani formada da ola bilər. Yəni, yazılı formada, yəni mətbuat çap əsərlərini nümayiş etdirmə formasında, belə demək daha düzgün olardı. Ümumiyyətlə, şifahi təbliğat formalarına gəldikdə, belə deyək də, ümumiyyətlə, birinci əsas burada tənqidi təhlil metodundan biz söhbət açacağıq. Yəni, bir neçə metoda bölünür. Ümumiyyətlə, belə deyək də, bu metodun əsas növləri nələrdir? Burada ola bilər sual-cavab gecələri ola bilər, sonra müxtəlif aktual problemlərə dair oxucu konferansları təşkil oluna bilər, həmçinin sahəvi və bədii ədəbiyyat nümunələrinin müzakirəsi təşkil oluna bilər. Yəni, bütün bunlar tənqidi təhlil metoduna, nəsə tənqid etmək və təhlil adından da elə loru ildəcək və bu formada görsənir. İkinci, pozitiv illüstrativ metoddur ki, ümumiyyətlə, bu da müxtəlif üsullar daxildir pozitiv illüstrativ metoda. Burada, məsəl üçün, ola bilər siz ədəbi bədii gecələr təşkil edə bilərsiniz. Yəni, kitabxanada, məsəl üçün, hər hansı bir şəxslə bağlı, deyək ki, ədəbi bədii gecə, hər hansı bir, deyək ki, hadisə ilə bağlı, nə bilim, bir tarixi günlə bağlı, bir bayramla bağlı, nə bilim, belə deyək də. Sonra müxtəlif kitab müəllifləri ilə
görüşlərin keçirilməsidir. Yəni bu da məhz bu metoda daxildir. Həmçinin musiqili ədəbi gecələr təşkil oluna bilər. Ümumiyyətlə belə deyək də yəni bu metodların belə deyək ki, yəni şifahi təbliğat metodlarının keçirilməsində təbii ki, kitabxana və kitabxananın işçiləri əsasən təbii ki, burada maraqlı tərəf onlardılar. Yəni maraqlı tərəf onlardılar. Ona görə yəni onlar belə deyək də bu hadisələrlə bağlı, yəni bu metodların həyata keçirilməsi ilə bağlı təbii ki, zəruri tədbirlərin göstərilməsidir. Müəyyən məsələləri ki var, yəni təşkilati məsələlərdən söhbət gedir. Yəni onların həll olunması məhz onların üzərində yəni bir yük kimi dayanır da. Sonra tövsiyə məlumat metodu var. Ümumiyyətlə tövsiyə məlumat metoduna biblioqrafik icmallar və şifahi jurnallar daxil. Ümumiyyətlə, ədəbiyyatın təbliğinin iki üsulla həyata keçirmək olar. Yəni, bu üsul hansılardır? Bu üsullardan birini, məsələn, biz misal olaraq göstərə bilərik ki, oxucu konferansları olsun və həmçinin oxucu konferanslarından da əlavə bu fəal oxucuları biz kitabxanaya deyək ki, cəlb etməklə kitabxana müşavirələri keçirə bilərik. Və kitabxana müşavirələr keçirə bilərik. Yəni, bu formada biz deyək ki, bu konferansları deməli həyata keçirə bilərik. Bundan başqa deməli ümumiyyətlə digər bir metod məsəl üçün oxucular arasında, ümumiyyətlə oxucular arasında deyir bədii ədəbiyyatın təbliğ etməyin ən geniş yayılmış şifahi üsullarından biri məsəl üçün kitab müzakirəsidir. Yəni kitab müzakirəsi adətən hər hansı bir kitaba, yəni oxucu konferansı ümumiyyətlə hər hansı bir kitaba aid edilir, belə deyək. Ümumiyyətlə, kitab müzakirələrində əsas orada özəlliklər, əsas fakt nədən ibarətdir? Orada oxucu fəallığının artırılmasıdır. Sonra belə deyək də kitab üzərində müstəqil işləmək imkanlarının üzə çıxarılmasıdır. Sonra yəni bütün bunları həyata keçirməklə biz kitab müzakirəsini təşkil eləyə bilərik. Ümumiyyətlə, həmçinin belə deyək də, ümumiyyətlə bu şifahi təbliğatın bu forması ki var, hansı bu kitab müzakirəsi forması, yəni burada yəni deyək ki, oxucular, yəni oxuduqları çap əsərləri haqqında, yəni sərbəst fikir yürütmə bacarığına da onlar artıq sahib olurlar. Yəni, və bir də bir məsələni vurğuluyum ki, hörmətli həmkarlar, yəni kitab müzakirələri, ümumiyyətlə bu şifahi təbliğat formaları deyirik ki, onlardan da biri elə kitab müzakirəsidir və digər metodlar olsun. Ümumiyyətlə qeyd olunur ki, yəni formal xarakter daşımamalıdır. Yəni görüntü xətrinə biz belə deyək də bu işləri, bu metodları həyata keçirməməliyik. Yəni sonda bir nəticə hasil olmalıdır. Yəni səmərəlilik olmalıdır. Və bu səmərəlilikdən də istifadə eləyərək nə nəticə hasil oldu. Yəni hansı məlumatları biz qazandıq. Yəni artıq sonda özümüzə bu sualları ünvanlayaraq, yəni nəticələrin çıxarılmasını artıq biz özümüz üçün müəyyən etməliyik. Ümumiyyətlə bundan başqa deməli, digər bir metodlardan biri kitab təqdimatıdır. Ümumiyyətlə, kitab təqdimatı nədir? Yəni, kitab təqdimatı əsasən hər hansı bir kitabxanalara gələn müəyyən yeni növ əsərlər, yeni növ kitablar olur ki, ümumiyyətlə, həmin onları, belə deyim də, oxuculara bir növ çatdırmaq üçün, yəni, oxuculara, belə deyim də, bir reklam xarakterli də, yəni,
təqdimatdan istifadə olunur və bu da ümumiyyətlə kitab təqdimatının hazırlanması və təşkili bu məsələ kitab müzakirəsinə oxşuyur. Ümumiyyətlə əsasən yəni müzakirələrdə əsas məqsəd nədir? Müzakirədə əsas məqsəd əsasən də belə deyim də müzakirə olunacaq hansı ki obyekt olan o kitab var. Kitab haqqında oxucuların fikirlərini bilmək. Sonra onun nə dərəcədə maraqlı oxunduğunu müəyyənləşdirmək. Sonra yəni təqdimata yığışan deyək oxucuları yəni belə deyim də yəni o kitab haqqında onları məlumatlandırmaq. Sonra deyək həmin o kitabın ictimai əhəmiyyəti haqqında yəni həmin oxucularda təsəvvür yaratmaq. Və əsas belə deyək ki, prosedur qaydalar və əsas məsələlər deyək ki, bundan ibarətdir. Ümumiyyətlə, şüa təbliğatın formalarının biri də oxucu konferanslarıdır. Ümumiyyətlə, konferanslar məzmun və məqsədinə görə 3 növə ayrılır. Bunlara məsləhət konferansları daxildir, tematik konferanslar daxildir və deməli hesabat konferansları daxildir ki, ümumiyyətlə həmin bu konferanslarda da əsas məqsəd təbii ki, yenə də oxucuları məlumatlandırmaq, yəni onlara müəyyən belə deyək ki, zəruri məsələlərin ötürülməsindən irəli gəlir. Həmçinin ədəbi bədii gecələr haqqında biz danışdıq. Ümumiyyətlə, ədəbi bədii gecələr müəyyən tələblərə cavab verməlidir. Burada musiqi və poeziyanın vəhdəti təşkil olunmalıdır. Həmçinin mövzuya uyğun belə deyək ki, tərtibat həyata keçirilməlidir və digər bir geniş yayılmış şüa təbliğat metodlarından biri də biblioqrafik icmallardır. Ümumiyyətlə, deməli, biblioqrafik icmallar əsasən məzmununa görə, deməli, məqsəd daha sonra vəzifələrinə görə 2 yerə ayrılır. Elmi köməkçi icmallar, elmi köməkçi icmallar əsasən burada müəyyən oxucular üçün təşkil edilir. Burada əsas məqsəd onları müvafiq sahəyə dair yeni ədəbiyyatla tanış etməkdir, yəni həmin oxucuları. Digər bir biblioqrafik icmalların növü isə tövsiyə icmallarıdır. Ümumiyyətlə, tövsiyə icmallarının da məqsədi isə belə deyək də, geniş oxucu kütləsinin diqqətinə çatdırmaq və xüsusən belə deyək də, ədəbiyyat və incəsənət sahəsində yaranan yeni əsərlərə onları cəlb etməkdir. Həmçinin universal və sahibi icmallar var, şəxsi icmallar var ki, bundan başqa şüa formalardan biri dəyərmi masalardır, divar qəzetlərinin təşkilidir ki, məhz bütün bunlar da məhz şüa təbliğat formalarına daxildir. Yəni, səhifə 30 da daxil olmaqla öyrənəcəksiniz şüa təbliğat formaları, onların növləri və bununla bağlı mən sizə testlər də göndərəcəm. O testlərə də bir göz gəzdirəcəksiniz. İnşallah 6-cı gün, yəni dərsə qoşulanda biz inşallah bu mövzuları müzakirə edəcəyik. Belə, yəni mənim sizə çatdırmaq istədiyim məlumatlar bu qədər. İndi sözünüz, sualınız varsa buyurun, dinləyirəm sizi. Dərsi də elə qrupa göndərdim. Mən bir sual verə bilərəm. Buyurun. Mənim bir testdən sual düşmüşdü. Biz MKS-in aşağıdakı tərkibinin aşağıdakı strukturlar daxildir. Orada öyrənmişdik ki, MKS-in hansı strukturlar hər bir belə deyək də şəhər rayon mərkəzi kitabxanası daxildir, şəhər kitabxanası daxildir, şəhər kitabxananın filialları, qəsəbə kitabxananın filiallarını. Belə deyək, orada yəni variantının hamısında şəhər də var, qəsəbə də var, kənd də var. Struktur əslində bunların hamısı daxildir. Variantda birinci variantda isə hər biri, mən hər birini götürmüşəm. Bilmək istəyirəm, doğrudur. Çünki onlar hər biri, yəni bəli, sayılanların hamısı hər biri o deməkdir. Hər biri daxildir. Düz götürmüsünüz. Yəni inşallah bütün o bizim müzakirə etmədiyimiz testlər ki var, onları inşallah 6-cı gün müzakirə eləyəcəyik. Bir də mənim kitabxananın kitabxana haqqında qanunun testini göndərmişdiniz, onu həll elətmişdi. Onun cavablarını göndərərsiniz, biz onları yoxlayarıq. Yaxşı, onların cavabını göndərəcəm, yoxlayacaqsınız.
Müəllim, bir sual vermək olar. Buyurun, verin, buyurun. Bu günləri mən eşitdim ki, imtahan necə münsiflər üzünün qarşısında imtahan olacaq, bizə olan imtahan. Bu Yəni müsahibə onların olur. qiymətləndirilməsi ilə. Test, Yəni testlə olmayacaq. testlə olacaq və müsahibə mərhələsi o formada olacaq. Hə, aydındır. Evet. Oldu. Yaxşı, sağ olun. Diqqətinizə görə minnətdaram. Gecəniz xeyrə qalsın. Sağ olun, Allahım. Sağ olun.